Salam, bugün dahi psixoloq Lev Vygotsky'nin demək olar ki, bir əsr əvvəl irəli sürdüyü, amma hələ də çox aktual olan nəzəriyyələrinə baxacağıq. Amma bunu quru bir nəzəriyyə kimi yox, birbaşa sinif otağında tətbiq edə biləcəyiniz praktik bir bələdçi kimi hazırlamışıq. Gəlin başlayaq. Hər bir müəllimin yəqin ki, hər gün özünə verdiyi bir sual var. Mən şagirdə necə kömək edim ki, o hal-hazırda bildiyi nöqtədən bilməli olduğu nöqtəyə gəlib çatsın? Bax, bu aradakı boşluq, o körpü bizim bugünkü əsas mövzumuzdur. Gəlin bugünkü yol xəritəmizə nəzər salaq. Əvvəlcə Vygotsky'nin öyrənmə layihəsinin təməlini, yəni əsas ideyasını anlamağa çalışacağıq. Sonra o məşhur inkişaf zonasının nə olduğunu aydınlaşdıracağıq. Ardınca bu zonanı keçmək üçün lazım olan iskələ, körpüsünü necə quracağımıza baxacağıq. Daha sonra müəllimin alət dəstini, yəni konkret strategiyaları müzakirə edəcək və sonda bütün bunların bizi necə müstəqil öyrənənlər yetişdirməyə apardığını görəcəyik. Yaxşı, gəlin işin təməlindən başlayaq. Hər şeyin başladığı nöqtədən, Vygotsky'nin öyrənməyə tamamilə fərqli bir pəncərədən baxmasından. Baxın, Vygotsky'nin ideyası əslində çox sadə, amma bir o qədər də dərin idi. O deyirdi ki, biz tək başına bir kitabın qarşısında əyləşərək öyrənmirik. Bizim zehnimiz, bizim biliyimiz başqa insanlarla, müəllimlərimizlə, dostlarımızla, ailəmizlə ünsiyyətdə, əməkdaşlıqda formalaşır. Yəni, öyrənmə özü-özlüyündə sosial bir hadisədir. Və bu cədvəl əslində onun yanaşmasının nə qədər fərqli olduğunu çox aydın göstərir. Məsələn, o dövrün başqa bir nəhəngi olan Piaget uşağı tək başına dünyanı kəşf edən bir alim kimi görürdü. Amma Vygotsky deyirdi ki, yox, uşaq sosial əməkdaşlıqla öyrənir. Ən vacibi isə dilin roludur. Piaget üçün dil sadəcə düşüncələrin ifadəsidir, amma Vygotsky üçün dilin özü düşüncəni yaradır, onu formalaşdırır. Bu həqiqətən də inqilabi bir fikir idi. Yaxşı, öyrənmənin sosial bir proses olduğunu qəbul etdik, bəs onda biz yeni bilikləri inşa etmək üçün o ən münasib yeri, o tikinti sahəsini necə tapırıq? Vygotsky bizə bunun üçün mükəmməl bir plan verir. Bax, bu məşhur yaxın inkişaf zonası və ya qısaca YIZ adlanır. Gəlin sadələşdirək. Təsəvvür edin, şagirdin tək başına edə bildiyi şeylər var. Bir də var ki, heç cür edə bilməyəcəyi, hələ ona çox çətin gələn şeylər. Bax, bu ikisinin arasında bir zona var ki, şagird orada tək deyil, amma biraz köməklə, biraz istiqamətlə tapşırığın öhdəsindən gələ bilir. Ora öyrənmək üçün əsl qızıl nöqtədir. Və bu şəkil həmin o zonanı, o boşluğu çox gözəl təsvir edir. Bilirsiniz, buna bir uğursuzluq, bir çatışmazlıq kimi baxmaq lazım deyil. Əksinə, bu bir fürsətdir. Bura yeni öyrənmənin baş verəcəyi o real tikinti meydançasıdır. Boşluğu, yəni tikinti yerini müəyyən etdik. İndi ən vacib sual. O boşluğun üzərindən körpünü necə quracağıq? Bax, burada bizim əlimizdəki ən güclü alət işə düşür. Bu alətin adı scaffoldingdir, yəni bizim dilimizdə iskələ kimi tərcümə edə bilərik, amma diqqətli olun, iskələ qurmaq, şagirdin əvəzinə işi görmək və ya ona hazır cavabı vermək deyil. Qətiyyən, bu, sadəcə şagirdin özü o cavabı tapa bilməsi, o binanı inşa edə bilməsi üçün ona müvəqqəti bir dayaq, bir struktur vermək deməkdir. Eynilə əsl tikintidə olduğu kimi, iskələ binanın bir parçası deyil, o sadəcə usta divarı hörənə qədər ona dəstək olur. İş bitəndən sonra isə sökülür. Bizim məqsədimiz də budur. Şagird özü ayaqda dura biləcək qədər güclü bir bilik inşa etsin, sonra biz aradan çəkilək. Yaxşı, bəs bu dəstək sistemi, bu iskələ praktikada necə görünür? Gəlin belə deyək, öz alət çantamızı açaq və içindəki əsas prinsiplərə baxaq. Baxın, bu prinsiplər çox vacibdir. Birincisi, şagird hara getdiyini bilməlidir, məqsəd aydın olmalıdır. İkincisi, ona hazır işin necə göründüyünü, yəni bir nümunəni göstərmək lazımdır. Üçüncüsü və bəlkə də ən vacibi, rəyi sonda yox, işin gedişində isti-isti verməkdir ki, səhvlərini düzəldə bilsin. Və nəhayət, öyrəndiyi şeyin onun həyatı ilə, bildikləri ilə bir əlaqəsi olmalıdır ki, mənalı olsun. Prinsiplər aydındır. İndi gələk ən maraqlı hissəyə. Bunları sinif otağında, gündəlik dərslərimizdə konkret olaraq necə tətbiq edə bilərik?
Məsələn, böyük, qorxuducu bir tapşırığı xırda, həzm edilə bilən addımlara bölmək olar. Cavabı demək yerinə, bəs bundan sonra nə etmək olar kimi yönləndirici suallar verə bilərsiniz. Mürəkkəb bir fikri aydınlaşdırmaq üçün şəkillərdən, qrafiklərdən, hətta bənzətmələrdən istifadə etmək möhtəşəm nəticələr verir. Və ya bir anlayışı öyrədərkən həm onun nə olduğunu, həm də nə olmadığını nümunələrlə göstərmək çox effektivdir. Və bəlkə də ən güclü üsullardan biri modelləşdirmədir. Yəni, sadəcə işi özünüz edin və bunu edərkən beyninizdən keçənləri ucadan səsləndirin. Baxın, mən əvvəlcə bunu düşünürəm, çünki, burada bir problem çıxdı, gəlin görək bu necə həll edə bilərəm. Bu, şagird üçün təkcə nəticəni deyil, prosesi də görünənidir. Yaxşı, bütün bu əziyyət, bu layihə, bu iskələ körpüsü sonda bizi hara aparır? Bütün bu tikintinin son məqsədi nədir? Məqsəd əslində çox sadə və gözəldir. Şagirdin o bazarığı tamamilə mənimsəməsi, onu özününküləşdirməsi, daxililəşdirməsidir. Elə bir həddə çatmalıdır ki, artıq o dəstəyə, o iskələyə heç bir ehtiyacı qalmasın. Elə Vygotskyinin özü də bu fikri bir cümlə ilə necə də mükəmməl ümumiləşdirib, deyir ki, bugün köməklə nə isə edə bilən uşaq, sabah onu tək başına edə biləcək. Bizim müəllim kimi bütün işimiz əslində bu cümlədə gizlidir. Bugünkü dəstəyimizlə onların sabahki müstəqilliyini inşa edirik. Və bu da bizi yekun bir suala gətirib çıxarır, elə deyilmi? Bir müəllim kimi sizin şagirdlərinizin yaxın inkişaf zonasını keçməsi üçün qurmalı olduğunuz növbəti iskələ körpüsü hansı olacaq? Bu sual haqqında düşünməyə dəyər, çünki doğru layihə və doğru alətlərlə şagirdlərinizin inşa edə biləcəyi bilik güllələrinin həqiqətən də hüdudu yoxdur.